Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala seyyidina Muhammeden ebel qasimin. Ala la'netullahi qavmez zalimin emme ba'd ve ala nesta'in. Ve ila yevmiddin. Hamd, sena, tarif, dua, takdis. Qadir Subhan'ın dergahına məxsusdur. Allah sizi bizi onun qudretini tanıyanlardan eləsin. Amin. Ucalığı qarşısında kiçilən bəndələrdən qərar versin. Allah'ın lütfi, salamı Hazreti Peygamber ve onun əhl-i beytinin üzerine olsun. Amin. Allah'ın salamı sizlere ve sizin sıyımızda bütün dünya Müslümanlarına nasip olsun. Amin. Aziz kardeşlerim, bayaq ki mən xidmətinizə Qur'an-ı Kərimin Zuhan surəsindən ki tilavət elədim və indi həmin surənin təfsiri barəsində üstadların təfsirlərinə müraciət edərək onu biraz sizi için izah etmək istərdim. Qeyd elədik ki, bu surə öz adın birinci ayədən almaqdadır. Zuha günün ən işıqlı çağına deyirlər. Allah Cəlal-ı Qur'an-ı Kərimin bir çox surələrdə and içməsi var. وَالْلَيْلِ اِذَا يَخْشَى And olsun geciyə ve onu bürüyene. Maraqlı bir anddır ya. And olsun geciyə ve onu bürüyene. And olsun günün ışıqlı çağına. Və yaxud bir yerlərdə, bir çox yerlərdə Allah'ın adları var. Sanki Allah deyir, mən and içdim, siz araşdırın. Və mənim and içdiyim bir şeyləri araşdırın və onların qiymətini tapın. Çünki insan səbəbsiz və yersiz yerə and içməz. Qiymətsiz bir şeye and içməz. Qiymətli bir şeyləri and içər. Heç görürsünüz desinlər ki, maşının kuş şifirindən çıxan tüstüyə and olsun. Belə bir anda kim içəcək? Və yaxud and düşdün, bunu kim qəbul edəcək? Andlar iki qrupa bölünür. Bir qismi maddi dəyərlidir, bir qismi mənəvi dəyərlidir. Allah haqqı mənəvi dəyərlidir, çörək haqqı maddi dəyərlidir. İşığa and olsun, maddi dəyərlidir. Atamın ruhuna and olsun deyəndə mənəvi dəyərlidir. Ruh mənəviyyət aləminə varır. Allah da Zuha suresinde günün en ışıklı çağına and içməkliklə ne deyir? Bir çox bu ayelerde sözler diyenden sonra Allah Cəlalı böyük peygamberine buyurur ki, ya Muhammed, senin Allah'ın seni azmış görüp hidayet etmedi mi? Seni gani etmedi mi? Seni uca tutmadı mı? Seni hürmetli etmedi mi? Bunların hamısını Allah eləmədi səhəçin. Sonra buyurur ki, Ələm yəzidikə yetimə fəavə. Elə isə sən yetimi qapından qovma. Allah hər an səni qapından, qapısından qova bilərdi, ama qovmadı. Elə isə sən yetimi qapından qovma. Keçdi gün çətinlikləri gözünün qabağına gətir. Bizdən belə pullu milyonçu olmamısan ki? Milyonçuların əksəriyyətinə nəzər getirsin, görərsən ki, zamanla cırıq şalvarla gəzirlər. Eləsi var o cırıq şalvarı nümunə kimi saxlayıb azmasın, eləsi də var yaddan çıxardıq. Mən ara sıra başka mevzularda yadıma düşəndə deyirəm, bu Qarman Salan Aslan var idi, Allah rahmet eləsin. Allah rahmet eylesin. Respublika tanıyırdı da onu. Bir dəfə söhbət elədi, bununla bu Əvəzağa. Əvəzağa da bununla toylara gedirdi. Dedi, hacı dedim, hə dedi, bizi Lənkəranda toya dəvət eləmişdilər. Toy bir gün idi. Ama Aslan müəllim o kadar güzel ifadədə Qarmanda həmin o bizi dəvət edən də çox pullu adamdı. Lənkəran da böyük şəhərdir.
Dedi 3 gün ne kadar kalasınız? O toydan sonra bir de 3 günlük yolla ki. Tabi biz de bizim danışılası toylarımız, yadımız falan dedi. Ne kadar pul diyorsunuz vereceğim size ama kalın. Kulasa kaldık deyir. Gettiler bizi bir tane 3 mertebe villadı. Villa deyirlerdi. Şimdi saray kimi evdi. Dedim bunun hansı mertebesinde istiyorsunuz kalabilirsiniz. Yatma vaxtıdır, gəlib üşük, otaqlarda o qədər işıq yanır ki, çırağdır da, biz bunu söndürürük, yazmasın, o söndürürük, yazmasın. Kardeşim, bunun elə həyətində bəlkə bir 120 də işıq yanır, özdə yekə-yekə lampalar. Birinci mərtəbəsində indi gəzirik, evə baxırıq, belə baxdım, gördüm ki, ən qiymətli yerində bir banka qatıq var. Danışmışam mesela. Ya Allah, şərbələ xoş gördük, buyur. Ən qiymətli yerində bir banka qatıq, Aslan fikir vermir, Əbuzəqə rəhmətli deyir ki, mən yan aldım Aslana, dedim, Aslan müəllim, dedi, hə. Dedim, 3-cü mərtəbəyə gəlib çatmışam, bu qatığın yeri soyuducudur ha. Böyük balı banka da deyir, balaca bir də bankadır, qatıq var oradan. Nədir bu cəmaat servandında yadından qiymətli bir şeyləri qoyar. Bu qiymətli bir şeylər də var. Bunların yanında bir də balaca bankada qatıq. Bu qatıq nədir? Niyə qoyur? Dedi Aslan da belə danışır. Nə evvel hansın? Pulu verir. Toyun çalçıq get. Qatığın yeridir. Durub indi qatığı soruşacağım. Acığına gələcək. Qovacaq gecə ilə salacaq bizi çöllərə. Aslan gördü ki, mən nigaran qalmışam, istəyirəm də biləm. Dedim, əllim həmin o pulluya, dedi, eşidirəm. Dedi, ən qiymətli yerdə, valla həddim deyir, ancaq marağımızı çəkdi də. Ən qiymətli yerdə o, qatıq balaca bankəniyə. Gör nədir? Ağladı, göz yaşı töküldü yanağına. Keçmişin yaddan çıxardanın gələcəyi olmaz, Peyğəmbər deyir. Göz yaşların sildi. Dedim, benim anamın adı Məsumə olub. Anam 5 uşaq olmuşuq biz. Atam müharibəyə gedib qayıtmayıb. Anam bizi qatıqçılıqla böyüdü. Deyirəm, belə var, dövlət birdən mənə azdırar. Mən yaddan çıxardaram ha. Mən qatıqçı Məsumənin oğluyam. Bir var, yaddan çıxardanda başqalarına əziyyət edəyəm, kimsə mənə xatırrada. Bir də var, elə özüm qiymətli yerdə, qatıqdan bir bankada qoymuşam, hər gün də onları görürəm, özümü itirmirəm. Əhsən, Aslan müəllim deyir, durdum mu, bastım bağrıma, dedim, sən ölüncə sənin çörəyin olacaq. Amma biz loğan biri döyürük be. 5 manat elimizə pul gəlsin, heç kimi də tanımırıq. Həqiqətən də Allah Quranda gör nə deyir? Yaddan çıxartmayın, çıxardarsız xatırladaram. İnsanlar bir-birinə sevgi ilə baxmalıdır, məhəbbətlə baxmalıdır, alçaldıcı nəzərlərlə baxmalı deyil. Burada bir ayə var, ona aydınlıq gətirmədən olmaz. Çünki bunu məndən qardaşlar eşitdi və sonra deyərlər ki, hacı sən orada dedin ki, Allah dedi, ya Muhammed, mən səni azmış görüb hidayət etmədimmi? Həzrəti Muhammed yeganə peyğəmbərdir ki, heç bir zaman nə bütpərəst olmayıb, nə də kafir. Hələ İslamı dəyərlər bunun qulağına gəlib çatmamışdı, o Allaha inanırdı. Və bu azmış nədir? Uşaq vaxtında yolun itirməsinə anlamına gəlir. Onu böyüdü boya-başa çatdıran, Məkkənin havası, ababası pis olduğuna görə dayələr gələrdi. Məkkədən uşaqları götürüb təbiətin qoynunda tərbiyə edib böyüdərdilər. Muhammedin də atası Abdullah dünyasını dəyişmişdi. Muhammed balaca yetim qalmışdı. 6 yaşından anası dünyasını dəyişmişdi. Heç kim Muhammedi götürüb saxlamaq istəmirdi ki, bunun pulu birdən gecikər. Ayba-ay verməzlər. Aminə adında bir qadın bu uşağı götürür, aparır.
Məhəmməd bəlli yaşa qədər bunun balaları ilə böyüyür. Bir gün Məhəmmədin çiynində olmayan bir xalı görəndə, götürəndə olmamışdı axı bu xal. Qorxuya düşür. Deyir, yəqin bu xal bədbəxtçilik xalıdır. Bu uşağın başına bir şey gələcək, onun babasına cavab verə bilməyəcəm. Sonra bilir ki, bunun babası Məkkənin rəisidir. Ölənə qədər də Peyğəmbər o qadını xatırladırdı və ona deyirdi ki, o mənim dayam olur. Gedəndə Peyğəmbər onun əlindən öpürdü. Həzrəti Muhammədi götürür uşaq vaxtı, gətirir babasına təhvil etməliyə. Bir yerdə otuzdurur, burada qadındır da təbii işindən ötürü bir gedir o yana. Gələn gedir, qaydında görür uşaq yoxdur. Qadın deyir, tay öldüm də mən, Məkkənin rəisidir, öldürəcək mən, uşağını itirmişəm. Ravi yazır ki, hər daşın kolunun dibinə baxdı, tapanmadı uşağı, gəldi babasına dedi ki, uşaq yoxdur. Abdülmütəllib çıxdı Məkkənin divarına. Dedi, ey Qəffər övladları, Qəffər də Qureyşdə bir tayfa idi. Peyğəmbərin tayfası. Yığışdılar, dedi, hər daşın dibinə baxın. Muhammədi axtarırlar. Nofəl ibn Vərəqə ilə gəldilər, gördülər, səhrada bir ağacın altında balaca uşaq oturub, ağaclar budağın sallayıb bu uşağın üstünə gün düşməsin. 3 il 4 il keçdiyinə görə uşaq böyümüşdü, bu tanıya bilmədi nəvəsin. Elə at belindən soruşdu, dedi, oğlum sən kimlərdənsən? Uşaq əxlaqa bax. Əxlaqa bax, uşaq elə uşaqlığından bilinir, bu böyüyəndə nə olacaq? Uşaq durur yana. Yerdən cavab verə bilərdi də. Durur deyir, Muhammed bin Abdullah, Abdullah bin Abdülmütəllib. At belindəki kişi öz adını eşidəndə düşür, basır bağına, deyirsən, mənim nəvəmsən. Demişdi, mən Abdullah oğluyam, Abdullah da Abdülmütəllib oğluyam. Quranda biz səni azmış görüb, hidayət etmədik mi? Yəni, yolu itirmişdin. Mənən Peyğəmbər heç bir zaman azğın olmuyor. Əziz qardaşlarım, Allah sizi də bizi də mənəviyyatı azmışlardan eləməsin. Amin. Pılın işin bilmək olmur. Pıl bugün səndədir, sabah məndədir, daha birisi gün başqasındadır. Pıldan ötürü pis olmuyor. Pıldan ötürü qardaş öldürür. Dəfin mərasimidir, cənazəni həyətdən qaldırmalıyıq. Bir də görmüşəm ki, qapıda bir də qoca kişi gəlir əlində 2 də çəlik. 2 də cavan buradan dur, gəlmə it oğlu it. Qapıdaşına ya. Yaxınlaşan kimi kişini qovmaq istəyəndə bir itələmə kişi yıxıldı. Yaşlı adam 80 yaşı olar. Kürək üstə yerə, ayağım belə çırpır, dura bilmir. Mən gəldim, o gəldi, tərbiyəsiz, nağar ustasız. Deyir, dədəm deyir ki, o alçağı, dedim, ada kimdir, o dedi, əmin. Dedim, ada dədin deyib, sən ən azından bir fikirləşmirsən, əmin baxı. Deyir, hə, o vaxtı dədəm dünyasını deyik, babam dünyasını deyişəndə bütün varı, dövləti, maşını, evi hamısını mənə verib. Günahkardır o baba. Günahkardır o ata, heç bir kitabda yoxdur. Tam məsuliyyətimlə deyirəm, heç Azərbaycan dövlətinin konstitusyon qanunlarında da yoxdur. Atanın bütün varı, dövləti, evi, eşi, hamısı kiçik oğlundur. Harada yazılır? Qurana sual versin, yoxdur. Dövlət qanunlarında yoxdur. Bizim adətlərimizdir. Uşaqları da bir-biri ilə üz-göz qoyuruq. İndi din gör nə deyir? Dədənin qılmadığı qəza namazları, dədənin borcu böyük oğlun boynundadır. Nə yaxşı, evinə, eşiyinə, maşınına, puluna hamısı kiçik. Dədənin borcuna böyük, mən özüm kiçiyəm ha. Amma haqqını deyirəm, mərdinin haqqı budur. O baxımdan da əziz qardaşlarım, ata yaxşı olar ki, dünyasını dəyişəndən sonra vəsiyyət qoyar. Qoymamışdı, gezməmişdən qabaq qoyar təbii ki. İndi bəziləri vəsiyyətin adını eşidən kimi verirəm, mən cavanam axı. Vəsiyyət yazaram, birdən ölərəm, onsuz da öləcəksən. Yazsın da öləsən, yazmasın da. Amma vəsiyyət ən azından səndən sonra sabitlik yaratmaq üçün bir şeydir. Dədə dünyasını dəyişib, vəsiyyət qoymayıb, yas mərasimi gedir. Səs çadırın içindədir. 2 dəfə xəbər göndərmişəm, usanmırlar. Axırda özüm çıxdım qırağa. Dedim, ay qardaş, nə olub? Dədin ölüb, sən nə varsan? Dedi, o yana gedə bilmirəm. O yana gedən kimi qardaşımın arvadları məhsur. Hamısını sən verdi,
Leşini attınız üstümüze.